19 oktyabr 2025, səhər saat 9:30. Luvr Muzeyinin Sen çayına baxan cəbhəsində tikintini xatırladan bir hərəkətlilik var. Qaldırıcı kran qızıl ulduzlu bir pəncərəyə doğru yüksəlir. Dəqiqələr sonra Apollo qalereyasında siqnallar işləyir, vitrinlər kəsilir, şüşələr sınır. İçəridən Napolyon dövrünə aid dəyəri hesablanmaz mücəffərlər götürülür. Təxminən 7 dəqiqə hər şey bu qədər sürdü. Sonra motosiklet uzaqlaşdı. Bayırda tələsiklə atılmış, zədələnmiş bir tac qaldı. Muzey dərhal boşaldıldı. Bütün Paris bunu danışdı. Bütün dünya bunu izlədi. Bəs siz bu xəbəri eşidəndə ilk nə hiss etdiniz? Bəlkə şok oldunuz. Bəlkə bu dövrümüzdə bu necə mümkündür dediniz. Amma bir yandan da bilmək istədiniz, elə deyilmi? Bunu necə etdilər? Neçə nəfər planladı? Nə qədər sürdü? Adam başına nə qədər pul düşər? Tutularlarmı? Maraqlıdır, elə deyilmi? Bu suallar, məsələn, Ocean'in 11 dostunu izləyəndə soruşduğumuz suallarla demək olar ki, eynidir. Paris, 18 oktyabr 2025, gecə yarısı, saat 1:40. Hotel Pont Royal'ın künc suitasında bir masa var. Üzərində qatlana bilən dron, şüşə kəsici disklər, üstü işarələnmiş Luvr planı. Aşağıdan çayın uğultusu və uzaqdan bir yük maşınının siqnal səsləri gəlir. Bir-biri ilə heç əlaqəsi olmayan görünüşlü bir qrup planın təfərrüatlarını diqqətlə dinləyir. İçlərindən ən yaşlısı tab gətirə bilmir, araya girir. Tutaq ki, Sen çayı tərəfindəki cəbhədə icarə etdiyimiz qaldırıcı kranla balkona çıxırıq. Pəncərə şüşəsini perforatorla kəsib Apollo qalereyasına girəcəyik. Muzey açıq ikən, ziyarətçilər içəridə ikən, gündüz vaxtı, siqnallar işləsə belə, vitrinlərin zirəhlənmiş şüşələrini kəsib sındırırıq. 9 parçanı hədəfləyirik, 8-ni götürüb, birini qaçarkən düşürürük. Bütün bunları kameraların kör nöqtəsində 7 dəqiqədən az müddətdə edirik. Gözəl, bütün bunları etdik. Sonra nə? Sen çayı sahilinə enib, motosikletlərə minəcəyik. A6 magistralına çıxıb, heç kim bizi saxlamadan sürətlə uzaqlaşacağıq. Bu dövrdə bizi DNT-dən tapa bilməyəcəklər. Bəli, etiraf edək, soyğunlar bizi valeh edir. Həm filmlərdə, həm seriallarda, həm sənətli filmlərdə, həm real xəbərlərdə. Niyə? Yaxşı planlanmış bir soyğun öz növbəsində bir ustalıqdır. Həm oğurlanmış şeyin görünməsini, həm də onu oğurlama əməlinin görünməsini təmin edir. Çünki oğurlanmış şey bir sənətdir. Oğurlama əməli isə bir növ ustalıq, hətta bir koreografiyadır. Dəqiq hesab, düzgün komanda, mükəmməl zamanlama tələb edir. Danny Ocean'ın komandası ilk dəfə bir otaqda toplandığında nə edirdilər? Çox çətin görünən maneələri aşmaq üçün plan qururlar. Onlar bu planı qurarkən biz də o otaqdaymış kimi hiss edirik özümüzü. Onlarla birlikdə biz də plan qururuq. Ocean's 13-cisi biz oluruq. Ona görə onlar o planı icra etməyə başlayanda biz də onlarla birlikdə həyəcanlanırıq. Psixologiyada buna competence pleasure deyilir. Yəni ustalığı izləmə zövqü. Usta bir aşpazın hünərini göstərməsini izləmək, yenicə yemək yemiş olsanız da sizi yenidən ac hiss etdirir. Soyğun izləməyin zövqü məhz bundandır. Ustalığı real vaxtda həll etmədən gəlir. Soyğun hekayələrinin əksəriyyəti həmişə eyni quruluşu izləyir. Plan, icra, sürpriz. Senaristlər niyə belə dramatik quruluş istifadə edir? Çünki beynimiz hər addımda, hər kilidi açıldığında, hər maneə aşıldığında bayram edir. Ən böyük bayram isə qaçış anında olur. Amma əsl məmnunluq qaydanın qoyulub sonra pozulduğu andadır. Senari əvvəlcə bir dünya qurur və onun içinə bəzi qaydalar yerləşdirir. Məsələn, güya bu seyfə eyni anda 3 nəfər toxunmadan açılmır. Sonra film bu qaydanı yaradıcı şəkildə pozur. Tutulmayan oğru sayılmaz filmini xatırlayın. Bankdan o kostyum simetriyası, masklar, eyni geyimlər, kim girov, kim soyğuncu. O tapmacın qaydasını ayırd edə bilmirsən. Həlli, ayırd etməyinə ehtiyac qalmayacaq şəkildə planlanmışdı. Luvrdakı həqiqi soyğun məhz bu nöqtəyə görə gündəmə gəldi. O güvən arxitekturasının kör nöqtələri ifşa oldu. Muzeyə girişin yolu, xarici tərəf və tikinti avadanlığı üzərindən tapıldı. Yuxarı mərtəbənin pəncərəsi inanılmaz qısa müddətdə kəsildi. Qalereyadakı vitrinlər hamının gedib ala biləcəyi alətlərlə açıldı. Komanda dəqiqələr içərisində alacağını alıb yox oldu. Luvr Muzeyinin yalnız 39% kameralarla əhatə olunmuşdu. Apollo zalındakı kamera tam əks istiqamətə baxırdı. Mühafizə sisteminin şifrəsi Luvr. Hərfi mənada Luvr. Xəbərə baxanda bunları düşünəndə, filmlərdəki o səhnələrdə ona görə yadıma saldım. Uşaqlıqdan hamımız qaydaları öyrənmişik. Məktəbə vaxtında get, növbədə gözlə, böyüyəndə vergini ödə.
Bunların çoxu lazımlıdır, məntiqlidir, doğrudur. Amma bəzən qaydalar boğucu hiss etdirir. Sistemə sıxışmış kimi hiss edirik özümüzü. Soyğun hekayələri o sıxışmışlıqdan çıxmağın fantaziyasıdır. Bu cür hekayələrin çoxu bizi etik bir dilemmaya salır. Zəngindən oğurlayırlar mövzusu personajı simpatik göstərməyə çalışır. Robin Hood, Arsène Lupin, Zorro hamısı bir şeylər oğurlayır. Amma hamısı yanlışdan alaraq doğruya verilmiş kimi göstərilir. Amma oğurlanmış şey Mona Lisa kimi bir tablo ya da tarixi mücəvhərlər olduqda buna inanmaq biraz daha çətin olur, elə deyilmi? Təxminən 100 il əvvəl 1911-ci ildə çox az adamın tanıdığı Mona Lisa tablosu oğurlanandan sonra hamı tərəfindən tanınmağa başladı. Bəli, əgər oğurlanmasaydı, bəlkə də bu gün qlobal bir ikon olmayacaqdı. Bəlkə Louvre muzeyindəki Apollon qalereyası da indi bağlıdır. Amma yenidən açıldıqda insanlar ilk iş ora gedəcəklər. Bəlkə bu dəfə oradakı əsərlərə, zərgərlik əşyalarına deyil, əvvəllər sındırılmış o pəncərəyə baxacaqlar. Yəni əsərin yerini, onun izi əvəz edəcək. Hətta bir addım daha irəli gedib deyə bilərik ki, bu oğurluq məkanı öz-özünə bir installasiyaya çevirdi. İndi isə bir sual qalır dostlar. Louvre-dakı oğurluğu öyrəndiyinizdə ilk reaksiyanız çox pis bir şey oldu deyə düşündünüz, yoxsa bunu necə etdilər dediniz? Əgər ikinci variantdırsa, təbriklər, siz də filmin içindəsiniz.